Bu il ali məktəblərə keçid balları arta bilər. Təhsil eksperti İlçin Əfəndi hesab edir ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin sayında artım olduğundan rəqabət daha da güclənəcək. Bəs hansı ixtisaslarda keçid balları yüksək ola bilər? Artım gözlənilən ixtisaslar birinci ixtisas qrupunda informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, yeni yaradılmış proqram mühəndisliyi, proqram təminat mühəndisliyi, yəni o cümlədən süni intellekt istiqaməti üzrə, həmçinin ikinci ixtisas qrupunda maliyyə, tədris ingilis dilində, beynəlxalq ticarət və logistika, iqtisadiyyat ixtisasları, üçüncü ixtisas qrupunda hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tərcümə erməni dili, tərcümə ispan dili, tərcümə Koreya dili, Çin dili, Yapon dili, bunlarla paralel olaraq xarici dil müəllimliyi, tədris ingilis dilində, amma sistematologiyadır, biotexnologiyadır, psixologiya ixtisasları ki, bunların tədris ingilis dilində olan ixtisaslarında da ballarda artım gözləyirik. Amma 5-ci ixtisas qrupuna gəldikdə isə bu il buraxılış imtahanı göstəriciləri yüksək olduğu üçün 5-ci ixtisas qrupunda bəzi ixtisaslarda, məsələn, dizayndır, təsvir incəsənət müəllimliyidir, fiziki tərbiyə müəllimliyidir. Bu ixtisasların da ballarında ən azı 3-5 bal, bəzilərində hətta daha artıq artım gözlənilir. Ekspertin sözlərinə görə bəzi ixtisaslar üzrə balların aşağı düşməsi ehtimalı da var. Məsələn, 3-cü ixtisas qrupundakı müxtəlif ölkələr üzrə regionşünaslıq və rus dili üzrə tərcümə ixtisaslarında azalma olacağı gözlənilir. Bundan başqa 4-cü ixtisas qrupunda da ballar aşağı düşə bilər. Səbəb isə Qarabağ Universitetinin plan yerlərinin açılmasıdır. Keçid ballarının azalacağı proqnozlaşdırılan başqa ixtisaslar da var. Birinci ixtisas qrupunda aqrar yönümlü ixtisaslardır, ikinci ixtisas qrupunda biznesin idarə edilməsidir, turizm istiqamətinin bağlı olan ixtisaslardır. Üçüncü ixtisas qrupunda əsasən sosial iş istiqaməti, muzey, arxiv şahidlərinin qorunması və din, İslam şünaslıq istiqamətində olan ixtisaslardır. Dördüncü ixtisas qrupunda isə əsasən bağçılıq və tərəvəzçilik istiqamətidir, baytarlıq istiqamətidir və ekologiya istiqamətidir ki, bunlarda keçid balı 150 bal müsabiqə buraxılış balıdır. Ən azından ən aşağı göstəricilər bu ixtisaslarda qeyd alınacaq. 2025-ci il universitetə qəbul prosesi təkcə bal yarışı deyil, həm də gələcəyin peşə xəritəsini çəkmək üçün fürsətdir. Bu fürsətdən düzgün istifadə edənlər sabahın uğurlu mütəxəssisləri olacaq. Abituriyentlər təkcə bal toplayıb hara düşəcəm sualını deyil, həm də 10 il sonra bu ixtisas mənə hansı imkanları verəcək sualını düşünməlidir. Nərmin Səfərli, Samuray Əlizadə.